Salam, sizlə Naqil Rəhimovdur. Bugün mən sizə çox qısa, amma çox bir vacib məsləhət vermək istəyirəm. Hər biriniz belə bir situasiya ilə qarşılaşmışsınız yəqin ki, yolla gedirsiniz, yolun qırağında maşın durub, təkər təmiri məntəqəsidir və usta təhlükəli tərəfdən, yol tərəfdən maşının təkərini təmir edir və yaxud da ki, hər hansı bir sürücü ağlına gəlib ki, maşının təkərlərini qaralsın. Burada təhlükə var, çox böyük təhlükə var. Çünki onlar əyilərək bu işləri görürlər və istənilən anda müvazinətlərini itirə bilərlər və siz onların yanından keçəndə onlar yıxılsalar, onların başları, bədənləri sizin maşının altında qala bilər. Bəs nə etməli? Ara məsafəsini elə tutun ki, siz təkər qaraldan sürücünün yanından keçdikdə və yaxud təkər təmiri edən ustanın yanından keçdikdə onlar yıxılsalar da onların başı sizin təkərlərin altında qalmasın. Adətən belə məsləhətlər verəndə bəzi adamlar komment yazırlar ki, özü günahkardır da, mən neyniyim? Yıxılar, təkərin altına düşər, özü də günahkar olacaq. İş orasındadır ki, belə bir hadisə olsa sizin başınız çox ağrıyacaq. Cinayət məcəlləsində ehtiyatsızlıqdan insanın ölümünə səbəb olma maddəsi hələ götürülməyib. Ona görə mən sizə ehtiyatlı olmağa məsləhət görürəm. Belə ehtiyatsız insanları qoruyun ki, özünüzü də qoruyasınız. Diqqətinizə görə çox sağ olun.